əsrdə süni intellekt və nanotexnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə sosial şəbəkələrdə hələ də xurafat üzərində qurulan cin çıxarma biznesi fəaliyyət göstərir. Özlərini ruhiyyə mütəxəssisi kimi təqdim edən bəzi şəxslər Instagram və TikTok kimi platformalarda canlı yayımlar açaraq insanlara güya cin çıxarma, suya oxuma və müxtəlif müalicə xidmətləri təklif edirlər. Videolarda da iddia olunur ki, insanların bədənindən cin çıxarılır. Hətta həmin cinlərin müxtəlif dillərdə danışdığı göstərilir. Tərk elə bədəni, əlləri və ayaqları barmaqlarından tərk elə bədəni. Tərk elə bədəni, tərk elə, tərk elə bədəni, tərk elə bədəni, tərk elə bədəni, tərk elə. Bu cür görüntülərlə izləyicilərdə qorxu və çaşqınlıq yaradılaraq onları bu mərkəzlərə müraciət etməyə təşviq edirlər. İddialara görə Qurandan ayə oxunması və cin çıxarma prosedurlarının qiyməti isə 200 manatdan başlayır. Məlumatlara görə bu fəaliyyətlə məşğul olan şəxslərdən biri Özbəkistandan gəlib və şəhərin mərkəzində Ruqiyyə və Sağlamlıq Mərkəzi adı ilə ofis açaraq fəaliyyət göstərir. Halbuki iddialara görə Özbəkistanda bu cür fəaliyyətlər ciddi şəkildə cəzalandırılır. Məsələ ilə ciddi suallar doğurur. İnsanların dini inanclarından istifadə edərək pul toplamaq dələduzluq sayılmırmı? Belə fəaliyyətlərə niyə nəzarət olunmur? Və aidiyyatı qurumlar niyə bu məsələyə müdaxilə etmir? Mövzu ilə bağlı daha ətraflı materialı Yeniçağaz saytından oxuya bilərsiniz.